Salam dəyərli müəllimlər, bugün sizə yeni bir video təqdim edirəm. Bu videoda çalışacağam ki, bütün əsas nitq hissələrinə toxuna bilim və bunun üçün də nitq hissələrinin morfoloji xüsusiyyətlərindən bir neçə test tapşırığı seçmişəm və onların izahını verəcəyəm. İzahımıza keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Eyni zamanda bizimlə ödənişli formada sertifikasiya və müəllimlərin işə qəbul imtahanına hazırlaşmaq istəyənlər ekranda göstərilən nömrəyə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərlər. İndi isə başlayaq izaha. Birinci sualda soruşur ki, onlar kəndə bizdən sonra çatdılar cümləsindəki sözlərlə bağlı səhvi müəyyən edin. Gəlin baxaq. Variantlarımız yenə həmişəki kimi qeyd olunmayıbdır, çünki artı, yəni müəllimlərin işə qəbulunu və sertifikasiya imtahanını təşkil edən qurum bəzən variantları vermir və ona görə də variantları qeyd etməmişəm ki, göz yayınma halı olursa bu qabaqcadan olsun, imtahanda olmasın. Gəlin baxaq. Qeyd olunub ki, bizdən şəxs əvəzli idi və çıxışlıq haldadır. Bəli, biz şəxs əvəzli idi və dən də çıxışlıq hal şəkilçisidir. Bu fikir doğrudur. B variantında qeyd olunub ki, onlar şəxs əvəzli idi, adlıq haldadır. Bəli, o şəxs əvəzli idi və cəm şəkilçisi qəbul edilibdir və adlıq haldadır. Bu fikir də doğrudur. Yəni, hər hansı bir hal şəkilçisi yoxdur və yaxud da qeyri-müəyyən yerlik hal, eyni zamanda qeyri-müəyyən təsirlik halda deyil. Çünki onları müəyyən yerlik hala və müəyyən təsirlik hala çevirmək olmur. Kəndə yer zərfidir və yönlük haldadır. Yer zərfidir fikri yanlışdır. Nəyə görə? Çünki kəndə sözü burada isimdir. İsim. Gəlin qeyd edirik. İsim. Yəni kənd isimdir. O necə yer zərfi olsun ki? Yer zərfi ilə, əgər ümumiyyətlə zərflə, yəni yer zərfi ilə ismi fərqləndirə bilmirsinizsə, onda qeyd dəftərinizi açın. Bir qeydimiz olacaq. Həmin o qeydi mütləq şəkildə qeyd dəftərinizə qeyd edin. Yadınızda qalsın ki, əgər bir söz həm zərf kimi, həm də isim kimi düşünülürsə, bu daha çox yer zərfi və hansı ki məkan mənalı isimlərlə bağlı olur ki, bunları bəzən bir-birinə fərqləndirə bilmirsiniz. Baxın, yadınızda qalsın ki, isimlərdə anlayış konkretdir, zərflərdə isə anlayış bir qədər konkret deyil. Nə deməkdir bu? Məsələn, mən deyirəm ki, kəndə gedirəm. Konkret məkan məlumdur. Kəndə gedirəm və yaxud da mən məktəbə gedirəm. Konkret məkan məlumdur. Mən məktəbə gedirəm və yaxud da şəhərə gedirəm. Konkret məkan məlumdur. Şəhərə gedirəm. İndi də orada deməyin ki, hansı kəndə və yaxud da hansı şəhərə getdiyim konkret deyil. Yəni, o məsələ deyil. Əsas odur ki, kəndə deyir və kəndə gedir. Yəni, şəhərə getmir bu adam. Amma mən desəm ki, ora gedirəm, artıq oranın hara olduğu bizə məlum deyil. Yəni, konkret deyil. Və yaxud da irəli gedirəm. Burada irəli dedikdə kənddəmi irəli gedirəm, şəhərdəmi irəli gedirəm və yaxud da nə bilim, maşından mı irəli gedirəm, nə ilə irəli gedirəm, bu isə konkret deyil, məlum deyil. Bu isə olur zərf. İndi, burada kənddə sözü təbii ki, yer zərfliyidir. Yer zərfliyidir. Zərfliyi təbii ki, cümlə üzvüdür, zərf isə nitq hissəsidir. Yer zərfliyi olsa da, nitq hissəsi baxımından, yəni morfoloji cəhətdən yanaşsaq, bu söz isimdir. Demək, yanlış fikir lazımdır, o da olur C variantı. Sonra qoşmadır, hal şəkilçili sözdən sonra qoşulubsa, bəli, qoşmadır. Yox, əgər desəydi ki, əvvəl sən gəldin, sonra mən, burada sonra sözü zaman zərfi olardı və yaxud da sonra bu işi görərsən, nə zaman, nə vaxt burada olardı zərf. Amma hal şəkilçili sözdən sonra gəlirsə, o zaman olur qoşma. Bu fikir də doğrudur. Çatdılar keçmiş zamanda olan feildir, çat sözün köküdür, çatmaq feili və D şuhudi keçmiş zamanlarda qrammatik şəkilçisi. D şəkilçisi burada şuhudi keçmiş zamanın şəkilçisidir və keçmiş zamanda olan feildir. Bu fikir də doğrudur. Keçək ikinci testimizə. Qızıl payız bəzən ürəkdə xoş duyğular oyadır cümləsindəki sözlərlə bağlı səhv fikri müəyyən edin. Səhvi müəyyən edin. Demək, duyğular cəm şəkilçisi qəbul etmiş düzəltmə isimdir. Duymaq feilindən duyğu ismi əmələ gəldir, lar da cəm şəkilçisidir. Və cəm şəkilçisi qəbul etmiş düzəltmə isimdir, doğrudur. Duyğu isimdir. Yəni, duymaq feilindən yaranmış duyğu ismidir. Biz sözün hansı nitq hissəsi olduğunu bilmək istəyiriksə, o sözün başlanğıc formasına baxırıq, kökünə yox. Və cəm şəkilçisi də qəbul edilibdir, bu fikir doğrudur. Bəzən zaman zərfidir, doğrudur. Ürəkdə yerlik halda işlənmiş isimdir. Bəli, də şəkilçisi var və eyni zamanda yerlik hal şəkilçisidir, bu fikir də doğrudur.
Xoş adi dərəcədə olan sifətdir. Xoş duyğular. Duyğu isminin əvvəlində gəlibdir. Adi dərəcədədir və sadə sifətdir. Yəni dərəcənin hər hansı bir göstəricisi xoşun üzərində yoxdur. Yəni çoxaltma və ya azaltma dərəcəsinin hər hansı bir ünsürü, istər morfoloji, istər sintaktik üsulla yaranmasının hər hansı bir göstəricisi xoşun üzərində yoxdur. Demək ki, adi dərəcədədir və xoş sözünün elə köküdür. Yalnız kökdən ibarət olduğuna görə də sadə sifətdir. Bu fikir də doğrudur. Qızıl adi dərəcədə olan sadə sifət. Bu fikir yanlışdır. Çünki qızıl sözü isimdir. İsim. Baxın, biz qeyd etmişdik ki, qızıldır, dəmirdir, gümüşdür. Bu sözlər isimlərdir. Və payız isimdir. Bilirsiniz ki, iki isim yanaşı gələndə, yəni ismin əvvəlində bu qızıl tipli, torpaq tipli sözlər gələndə, onlar asanlıqla sifətləşir. Sifətləşsə belə, nitq hissəsi baxımından, yəni morfoloji baxımdan isim olaraq qalır. Yəni sifətin sualına cavab verir. Qızıl payız, hansı payız, necə payız, bu cür sifətin suallarını verə bilərsiniz. Amma nitq hissəsi baxımından isimdir. Ona görə bu variantı çıxırıq. Və yəni bu variant bizim doğru cavabdır. Və burada yadınızda qalsın ki, bu tipli sözlərə kənarda, söz birləşməsi daxilində yox, kənarda sual vermək lazımdır. Qızıl nə, torpaq nə, taxta nə? Demək ki, bunlar ismi sualına, yəni nə sualına cavab verir? Demək, doğru cavab oldu D variantı. Oyadır indiki zamanda işlənmiş sadə feildir. Sözün kökü oyatmaq feilidir. Ir da indiki zaman şəkilçisidir. Bu fikir doğrudur. Sadədir çünki kök və qrammatik şəkilçisindən ibarətdir. Bu fikir də doğrudur. Bir daha qeyd edirəm, əgər siz bizim ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, ekranda göstərilən nömrəyə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla dərs və sınaq qruplarımız haqqında ətraflı məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. İndi isə başlayaq 3 nömrəli test tapşırığının izahına. Payız fəsli məhsul toplanışı zamanıdır cümləsindəki sözlərlə bağlı səhvi müəyyən edin. Toplanışı feildən düzəlmiş isimdir. Bunun üçün sözü kök və şəkilçiyə ayırmaq lazımdır ki, görək düzəlmə anlayışı varsa, mütləq şəkildə tərkibinə görə təhlil etmək lazımdır. Sözün kökü topdur. Bu hansı topdur? Bu top, top olmaq, cəm olmaq anlayışındır. Yəni, top olmaq, cəm olmaq və ondan da yararlı toplamaq, toplanmaq, toplanış ismi da qrammatik şəkilçisi olmuş olur. İndi burada demək top sözündən yarandı. Deyə bilərsiniz ki, ayaqla oynadığımız top yox. Orada top olmaq, cəm olmaq anlayışından yaranır. Yəni toplanırsansa, demək olar top olursan, cəm olursan ki, toplanırsan və toplanmaq və toplanış ismi əmələ gəlmiş olur. Demək, feildən düzəlmiş isimdir. Düzəlmək anlayışını necə bilirdik? Qeyd etmişdim ki, sonuncu leksik şəkilçi, baxın qrammatik artırıq, sonuncu leksik şəkilçi nəyə artırılıbsa söz ondan yaranıb. Toplan, nə et, söz, sözün kökü təbii ki, fərqli nitq hissəsi ola bilər, amma söz hansı nitq hissəsindən yaranıb deyəndə sonuncu leksik şəkilçinin artırıldığı hissəyə baxırıq. Sonuncu leksik şəkilçi ışdır, o da toplan sözünə artırılıb, toplanmaq feildir, feildən düzəlmiş isimdir, yəni toplanış ismidir. Söz özü toplanış ismidir, bu fikir doğrudur. Bu variantı seçdi, yəni əslində bunu seçmir, sadəcə olaraq üstündən xətt çəkirik. Bu doğrudur. Məhsul isimdir, sadədir və yiyəlik haldadır. Baxırıq, demək, məhsul bəli isimdir, həmçinin sadəcə kökdən ibarətdir, yəni sözün kökü məhsuldur və yiyəlik haldadır. Məhsulun toplanışı, yəni qeyri-müəyyən yiyəlik haldır. Məhsulun, əgər müəyyən yiyəlik hala çevirə bilirəmsə, məhsulun toplanışı mənsubiyyə şəkilçisi, demək ki, burada məhsul sözü bəli, yiyəlik haldadır, bu fikir də doğrudur. Yəni, ikinci növ təyini söz birləşməsidir məhsul toplanışı. Birinci tərəf, yəni əgər nitq hissəsi kimi yox, söz birləşməsi kimi baxsaq, birinci tərəf qeyri-müəyyən yiyəlik halda, ikinci tərəf mənsubiyyəti olanda bu olur üçüncü növ təyini söz birləşməsi. Payız yiyəlik halda olan sadə isimdir. Payızın fəsli, yenə də ın artıra bildim. Yəni, bilirsiniz ki, belə deyək də, qeyri-müəyyən yiyəlik halı müəyyən yiyəlik hala çevirmək üçün onun şəkilçisini artırırıq. Görək bu qeyri-müəyyəndir, yoxsa müəyyəndir. Payızın fəsli deyə bilirəmmi? Bəli, deyə bilirəm. Deyə bilirəmsə, demək ki, orada payız sözü yiyəlik halda olan sadə isimdir. Çünki sözün kökü payızdır. Bu fikir də doğrudur. Zamanıdır, təsirlik halda olan konkret isimdir. Zaman anlayışı konkret isim olmur. Və eyni zamanda demək, məhsul toplanışı zamanı təsirlik hal, daha doğrusu mənsubiyyət şəkilçisidir. Mənsubiyyət.
Yəni mənsubiyyət şəkilçisi olduğuna görə təsirli halda deyil və konkret də deyil. Zaman anlayışı konkret bir anlayış deyil, mücərrəd bir anlayışdır. Bu fikir yanlışdır, doğru cavab olur D variantı. Yəni biz nə zamanı görə bilirik, nə toxuna bilirik, nə də şəklini çəkə bilirik. Fəsli adlıq halda olan isimdir və sadədir. Əgər birinci tərəf qeyri-müəyyən gəlik haldısa, İkinci tərəf mənsubiyyətsə və mənsubiyyətdən başqa hər hansı bir hal göstəricisi yoxdursa, o olur adlıq halda. Yəni mənsubiyyət şəkilçili söz, əgər hər hansı bir hal şəkilçisi yoxdursa, o söz olur adlıq hal. Və sadə isimdir, yəni fəsil sözün köküdür. İ də orada mənsubiyyət şəkilçisidir, mənsubiyyət də qrammatik şəkilçisidir, mənsubiyyət şəkilçisi də qrammatik şəkilçisidir. Demək ki, bəli, kök və qrammatik şəkilçisindən də ibarət olduğuna görə sadə isimdir, bu fikir də doğrudur. İndi keçək 4 nömrəli test tapşırığına. 4 nömrəli test tapşırığında bizdən nə istəyir? Bugünkü səmimi söhbət hamıya faydalı oldu cümləsində sözlərin izahı ilə bağlı səhvi müəyyən edin. Baxırıq A variantına. Səmimi söhbət, demək səmimi sifətdir, adi dərəcədədir. Bəli, adi dərəcədədir. Hər hansı bir dərəcə göstəricisi, yəni azaltma və ya çoxaltma dərəcəsinin sintaktik və ya morfoloji göstəriciləri bu sifətin üzərində olmadığına görə bu sifət olur adi dərəcədə. Və özündən sonra gələn demək nəyə aiddir? İsimə aiddir. Bu fikir doğrudur. Hamıya qeyri-müəyyən əvəzlikdir. Hamı qeyri-müəyyən əvəzlikdir və A da demək burada nədir? A da burada yönlük hal şəkilçisidir. Demək, söhbət sadə isimdir. Bəli, sözün kökü elə söhbətdir və sadə isimdir. Yalnız kökdən ibarət olduğuna görə sadə isimdir. Bu fikir də doğrudur. Bugünkü mürəkkəb zərfdir. Baxın, yadınızda qalsın ki, dünənkidir, bugünküdür və yaxud da nə bilim, axşamçıdır. Bu tipli sözlər zərf deyil, sifətdir. Nəyə görə? Biz qeyd etmişdik ki, sonuncu leksik şəkilçi əsas götürülür. Ç sifət yaradan leksik şəkilçidir. Sözün məzmununda, məsələn yazıram ki, bayaqçı. Sözün məzmununda zaman anlayışı olsa da biz məzmunla yox, yəni birinci növbədə qrammatik tələblə baxmalıyıq. Bayaq zərfindən bayaqçı sifəti yaranıbdır. Ç sifət yaradıb. Sözün kökü zərf olsa da, sözün başlanğıc forması əsas götürülür. Sözün hansı nitq hissəsinə aid olduğunu bilmək istəyiriksə, o sözün başlanğıc formasına baxırıq. Başlanğıc formaya da baxanda qrammatik tələbə, yəni sifət yaradan leksik şəkilçiyə baxırıq ki, bu da sifət yaradır. Demək ki, sözün başlanğıc forması sifətdir. Sözün başlanğıc forması sifətsə, demək söz özü sifətdir. İndi burada da ki, mürəkkəb zaman zərfi yox, bugünkü sözü burada sifətdir. Bu fikir yanlışdır. Doğru cavab D variantıdır. Faydalı oldu feildir. Bəli, faydalı olmaq, ol, et, bil tipli köməkçi sözlərin birləşməsinə yaranmış mürəkkəb tərkibi feildir və keçmiş zamandadır. Çünki du, şuhudu keçmiş zamanın şəkilçisi var. İndi keçirik 5 nömrəli test tapşırığına. Bir daha qeyd edirəm, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Nə qədər çox abunə sayı artarsa, biz də bir o qədər çox sizə faydalı olmağa çalışacağıq. Yəni, həm mövzu izahları, həm qızıl qayda izahları, həm sınaq izahları, həm də müxtəlif məzmunlu test tapşırıqlarının izahlarını kanalımıza yükləyəcək. Həm sertifikasiya, həm müəllimlərin işə qəbulu, həm də abituriyent sahəsində fəaliyyət göstəririk və çalışırıq ki, həmin istiqamətlərdə hazırlaşanlara dəstək olaq. Və bunun üçün də sizin bizə dəstək olmağınız vacibdir. Belə ki, videonu bəyənmək, paylaşmaq, rəy yazmaq və eyni zamanda ən əsası isə kanalımıza abunə olmaqdır. Bu yerlərdə palıd meşələri çoxdur cümləsində sözlərin izahındakı səhvi müəyyən edin. Gəlin baxaq. Bu demək işarə əvəzliyidir. Bəli, bu yerlərdə, hansı yerlərdə, yəni işarə əvəzliyidir. Bu fikir doğrudur. Və eyni zamanda işarə əvəzliyi olur da, yəni bunu başqa cür götürmək olmur. Daha sonra yerlərdə, yerlik halda olan ümumi isimdir. Bəli, yerlik haldadır və ümumi isimdir. Əgər desəydi ki, yer planeti, yəni planet anlamında burada olardı xüsusi isim və böyük hərflə yazılardı. Yer planeti. Amma mövcud vəziyyətdə yerdən söhbət gedir. Yəni bu yerlərdə, bu ərazilərdə demək ki, ümumi bir anlayışdır. Bu fikir isə doğrudur. Yəni bunu özünüzü çaşdırmayın. Planet anlamında əgər işlənsəydi, o zaman biz onu xüsusi isim hesab eləyəcəkdik. Palıd qeyri-müəyyən gəllik halda olan konkret isimdir. Palıd konkret isimdir. Görək qeyri-müəyyən gəllik haldadırmı?
və eyni zamanda isimdir, yəni konkret isimdir. Amma görək qeyri-müəyyənlik haldadırmı? Palıdın meşələri müəyyənlik hala çevirə bildim. Demək ki, həqiqətən də qeyri-müəyyənlik haldadır. Bilirsiniz ki, qeyri-müəyyənlik halında şəkilçisi yoxdur və onu rahatlıqla müəyyənlik hala çevirmək olur. Bu fikir də doğrudur. Meşələri cəm və mənsubiyyə şəkilçili isimdir. Gəlin baxaq. Meşə ismi lər cəm şəkilçisi, idə burada mənsubiyyə şəkilçisidir. Nəyə görə? Çünki palıdın meşələri. Birinci tərəf yəri çal olanda, ikinci tərəf mənsubiyyət olur. Mənsubiyyə şəkilçili söz özündən əvvəl yiyəlik hallı söz tələb edir. Demək, burada olan i mənsubiyyə şəkilçisidir və cəm şəkilçisi də üzərindədir, yəni lər. Bu fikir də doğrudur. Çoxdur, kəmiyyət zərfidir, üçüncü şəxsin təkindədir. Zərf deyibsə yanlışdır. Nəyə görə? Ağacın, yəni palıd meşələrinin çox olmasına işarə verir. Demək ki, çox sözü burada saydır. Zərf deyil. Yəni yanlış fikir istədiyinə görə doğru cavab E variantı olur. Belə dəyərli müəllimlər, yəqin ki, video sizlərə faydalı oldu. Əgər video sizlərə faydalı oldusa, mütləq şəkildə bu videonu paylaşmağı, rəy yazmağı, bəyənməyi və ən əsası da kanalımıza abunə olmağı yaddan çıxarmayın. Və son olaraq qeyd edeyim ki, bizim sentyabr qruplarına qeydiyyat davam edir və qeydiyyatdan keçmək istəyənlər ekranda göstərilən nömrə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərlər. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.